Dostlar, salam. Növbəti məntiq testimizi həll edək. Baxırıq ki, bizə fiqurlar verilib və bu fiqurların cəmlərini müəyyən fiqura bərabər edib və bu verilmişlərdən istifadə edərək kvadrat plus dairə bölünmüş üçbucağın neçəyə bərabər olduğunu tapacaq. İlk öncə bizə verilmişləri istifadə edək. Məsələn, dairə plus üçbucaq bərabərdir kvadrata. Yəni, burada kvadratın yerinə dairə plus üçbucaq yazmaq olar. Biz verilmişi sadələşdirək. Kvadrat plus dairə bölünmüş üçbucaq bərabərdir. Kvadratın yerinə dairə plus üçbucaq yazsaq, dairə plus üçbucaq, bu kvadratdır. Plus dairə bölünmüş üçbucaq bərabərdir. Davam edək. Bərabərdir. Biz aldıq ki, dairə plus üçbucaq plus dairə bölünmüş üçbucaq. Buradan 2 dairə plus dairə 2 dairə eləyir. 2 dairə plus üçbucaq bölünmüş üçbucaq bərabərdir. 2 vur dairə deməkdir bu, həm də ki. Baxırıq ki, burada dairə minus üçbucaq bərabərdir üçbucağa. Yəni, buradan dairə bərabərdir 2, üçbucaq keçir bu tərəfə, üçbucaq plus üçbucaq, o da 2 üçbucaq deməkdir. 2 üçbucağa. Burada dairənin yerinə 2 üçbucaq yazırıq. 2 vurulmuş, bir dairəmiz 2 üçbucağa bərabərdir. 2 vurulmuş 2 üçbucaq plus üçbucaq bölünmüş üçbucaq. Bu da bərabərdir. 2-ni 2 üçbucağa vuranda 4 üçbucaq eləyir. 2-ni 2-yə vuranda əmsalları vururuq. 4 üçbucaq plus 1 üçbucaq eləyir 5 üçbucaq. 5 üçbucağı da üçbucağa böləndə üçbucaqlar gedir, qalır 5. 5 də bizim Y variantına uyğun gəlir. Dostlar, testlə bağlı hər hansı suallarınız olarsa, yorumlarda yazın, tezliklə cavablandıracağam. Videomuzu bəyənməyi və YouTube kanalımıza abunə olmağı unutmayın. Sağ olun, yenidən görüşənədək.